Təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20 iyun aralığı və 24-25 iyun tarixlərində təşkil olunacaq. Reallıq TV bildirir ki, bu barədə Qaynar-Infoya məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilir. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək sertifikatlaşdırma bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsil verənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil, İngilis dili, Rus bölməsi üçün Azərbaycan dili, Alman dili, Fransız dili və digər müəllimlər iştirak edəcəklər.